Gəl mənim suallarımdan başla ya. Xeyirullah. Bu da birinci mən başlayım. Niyə görə həmişə sən birinci başlayırsan? Fərqi nədir sənin? İndiyə qədər dinməmişəm. Yaxşı, gəl başqaca eləyək. Bir dəqiqə deyəm. Mən hansı cibimdədir telefon? Tap yenə sən başla. Oyun oynayırsan da mən. Hansındadır da? Bunda. Birinci özüm. Amma telefon babatdır ya. Təzədir. BlackBerry 10. Yaxşısan. Obyektdə necə deyirlər? Yeyin. O da nə yeyindi? Kasper Bunun Mobile. heç yerdə yox deyə bunları. Kasper Mobile da var. BlackBerry nədir bunun adı? BlackBerry 10. 10. Yaxşısan. Zor telefondur. Sizcə evdə televizorun pultu kimdə olmalı? Əlbəttə ki, evin kişisində. Bəs siz necə fikirləş? Kişi də əlbəttə ki. Yəni qardaşda yox. Yəni Atada. Bəli, atada. Atada, atada. Əgər ata evdə yoxdursa, anada. anada. Əgər ana da evdə yoxdursa, Onda stolun üstündə. yəni uşaqlar heç vaxt görmür pultu. Elə də əhəmiyyətlidir bu. Yəni kim Kim evdədirsə, kim televizora Bizdə baxsa. evdə çox böyük bir demokratiyadır, yəni belə deyərdim. Belə insanlar var ki, elə uşaqlar var ki, evdə pult görmürlər, həsrət qalırlar o pulta. Evdə televizor baxmırıq, çünki bütün gün kompüterin qabağındasın da deyək. Evdə televizorun pultu kimdə olmalı? Qadın da. Evin yiyəsi kişidirsə, televizyon pultu kişidə olmalı. Maraqlı məntiq. İndi rəmzi mənası var da. Yəni. Başa düşdüm siz. Bizdə pult yoxdur. Sizdə pult yoxdur. Bəs nə ilə çevirirsiniz? Yəni avtomatikdir. Belə bir dənə uzun taxta var, onunla televizyon. Taxta kimdə olur? Taxta elə divan üstündə olur, kim arası baxmaq istəyir çevirir. Gözəl. Evdə televizorun pultu kimdə olmalıdır? Kim televizora baxırsa onda. Sizcə 10 ildən sonra nə işlə məşğul olacaqsınız? 10 ildən sonra biznesmen olmaq istəyirəm. İnşallah səfir. Məncə mən xəbərlər aparıcısı olacağam. Biznesmen. Yol polisi yəqin ki, ya da gömrükdə zədələr. Heç nə uşaqlarımız olacaqdı, ora-bura qaçacaqdı. Biz də onların dalınca qaçacağıq tutmaq üçün. İstəyərəm ki, nəsə xeyriyyə işi ilə məşğul olum. Məncə nazirlikdə işləyəcəm. Hansında? İqtisadi inkişaf. Nazirliyi. İqtidari inkişaf. İqtisadi. Hansı heyvanın dili bədənindən uzundur? Qarışqa yeyənin yəqin ki. Fil. Məncə qarışqa yeyən olmalıdır. İlan olar da yəqin. Dili bədəndən böyük olan heyvan. Valla biraz belə düşündürücü suallar. Delfin də. Bir dənəsi var, o da kərtənkələdir. Kərtənkələ. Uzun dillilər sinifinə aid olan heyvanlar. Ne bileyim ya kərtənkələ kimi bir şey olacaq, hər bir şey olacaq. Yəni düzgün cavabdır bu qələmondur. Bu qələmun. Bu tamamilə düzgün cavabdır. Mən sizin əlinizi sıxmaq istəyirəm çünki buna biaqdan heç kəs cavab verə bilmir. Qonşularınızdan bəlkə nəsə xahiş etmək istəyirsiniz, nəsə demək istəyirsiniz, özlərini görmürsüz deməyə belə efir vasitəsilə. Xahiş eləyirəm, o lift pullarını tez-tez verin ki, liftlərimiz kəsilməsin. Zəhmət olmasa blokdan paltar asmasınlar. Alt qonşumuz çox mehribandılar bizdən, onları çox istəyirəm. Bakıya, Azərbaycan, Türkiyə, hər tərəfə səlam söylüyorum. Çox səs salmasınlar, sakit yataq. Qapımızı az döysinlər. Bir dənə qonşum var da oradan. Paltarları blokdan asır. Ona məsləhətim o idi ki, biraz paltar ipini yuxarıdan vursun ki, cəmaət gedib gələ bilsin. Axırıncı dəfə harda şəkil çəkdirmisən? Axırıncı kəməl əskərlikdə. Əskərlikdə. Bəli, Formada. bəli, formada. Dostlarımızla bir yerdə oturmuşduq. Şaq. Bulvarda. Bulvarda. Necə, yəni telefona çəkdiniz yoxsa? Telefonla. Qəşəng çıxdı şəkil. Pis deyil. Dəniz kənarında Dəniz kənarı. yıxılanda şəklimi çəkdilər. Yox, necə oldu? Yıxıldım, şəklimi çəkdilər. Elə baxıb o qədər gülmüşəm. Elə həddinə yox sırağa gün. Nə idi, nə mərasimi idi? Sadəcə özümüz fotosessiya eləyirdik uşaqlarımızla. Fevralın 15-i. 14-dən sonra elə. Yəni 14 alınmadı, 15-i çəkdirdi. Yəni mən nəyə görə? Yəni Toyda olmuşuq. toyda. Elə qəşəng. Bəs siz Biz elə 15-də biz bir yerdə toyda olmusunuz. Hə, lap yaxşı. Mən ümumiyyətlə bu şey olur, bulvarda çəkirlər adətən. Bir də burada heykəllər var. Heykəllər ta pis günə düşüb qardaş. Getən də yetir, yetməyəndə gəlir çəkir. Yəni bunlar deyəm, bunların yanında çəkdirməmişəm də yəni. Yadımda deyil. Yəni belə mənim üçün qeyri-adi bir şey deyil ki, yəni yadımda qalsın. Yəni belə də ötəri bir şeydir. Aydın. Bəs siz harda şəkil çəkdiniz?
2 gün qabaq qəlyan çəkəndə çəkdirdim. Hətta profilimdə də var o şəkil, girib baxa bilərsiniz. Dünən axşam toyda. Necə? Heç nə, belə durmuşam çəkdim. İnsan adı daşıyan hansı bitkiləri tanıyırsınız? Lalə, Nərgiz, lalə, Lalə, Sonra dəmir ağac, Ну, этот, kəklik otuşları. Siz harda olmusunuz? Ora bir daha qayıtmaq istəməz. Valla yaşadığım bütün yerlərə qayıtmaq istərdim bundan əvvəl. geyim dükanında işləyirdim. Aha, yəni bir daha ora qayıtmaq istəməz. Geyim qayıtmaq istəməzdim. KFZ-yə bir də qayıtmaq istəmirəm. Sadəcə Siz orada? sutkalıq olur da məzən. Aha. Hər bir insanda olur. Orta məktəbə qayıtmaq Və istəmirəm. siz Məndə də elə. niyə belə məktəb pis olub? Maraqsız deyək. Maraqsız. Bəli. Maraqsızdır, bəli. Qazağa. Qazaxın. Orada Əsgərlikdə doğulmusan? olmuşam, Ha, evet. əsgərlikdə. Posta olmuşam. Amma bu həftə səni toya çağırmayıblar. çağırıblar. O çağırıb toya. 10 toydu. Çək onu da çək. O çağırıb toya. Doğru. Allah haqqı 9-unda. 9-u toya çağırıb. 2 dənə Seyidə salamlar deyirəm. Bu həftə toya çağırmayıblar sizi. Toya yox. Ad gününə. Bu həftə çağırıblar. Kimin toyunu? Qonşumuzun. Adı nədir? Vüsal. Yox, çağırmayıblar. Toyları da elə də xoşlamıram. Yəni qohumlar da toyuna getmirəm. Kentavr adamdır yoxsa heyvan? Heyvan. Təbrik edirik səni. Bu bizim kiçik hədiyyə, mampası hədiyyəsi. Səni təbrik edirik bu suala düzgün cavab verdiyin üçün. Bu sevinç hissi və qayda var ki bizdə. Hədiyyə qazandın, sevinç hissini kimlənsə bölüşməlisən. Dostu var, yaxını var, tanışa, bilişə bir dənə zəng edib deyərdin ki, mən mampasıdan kiçik bir hədiyyə qazandım. Dostumuza sual verdi. Sual təkrarla. Kentavr heyvandır yoxsa adam? Nə danış? Nə? Deyir başı adamdır. Yox, dostunuz cavab verdi. Heyvan bizdən hədiyyə qazandı. Heyvandır da, heyvandır uddum mən. Hədiyyə uddum. Deyirəm, bu arada imkan düşmüşkən Kaspian Mobile-a təşəkkürümüzü bildiririk. Bizə dəstək Yeri olublar. gəlmişkən Caspian Mobile-da indi bütün bu dəbli telefonları alanda, məsəl üçün Sony Xperia Z alanda telefonun dəyəri qədər məbləğ sizin o telefonun üstündə verilən nömrənizə yüklənir və elə bilin ki, telefon sizə pulsuz başa gəlir də. O məbləğə sonra danışırsan. Ona görə Caspian Mobile dükanlarında axtarın, özünüz üçün yaxşı fürsətlər tapın. Mütləq. Başqa işimiz qaldı. Başqa işimiz qalıb. Getməliyik, maşınları çəkməliyik. Gedirik sürücüləri çəkməyə. Piyadalara məsləhət ver. Maşınlara diqqətli baxsınlar. Başqa? Başqa canlarını qorusunlar, ancaq budur. ehtiyatlı getsinlər. Yox, şoförlərə biraz şey eləsinlər də. Keçid olan yerdən getsinlər. İcazə versinlər, şoförlər hərəkət eləsin. Hər yerdən keçmək olmaz. Əlbəttə çox özləri sakit, o öz yolları var. Yəni bunlara baxmayaraq burada biz özümüz maşınlarla şey edirik. Aldı piyadaçılar heç bir şey. Sağ olsunlar. Mən tez-tez rastlaşıram Mərdəkan tərəfə gedəndə, yəni hava limanı tərəfə gedəndə mən görürəm ki, yəni piyadalar çox istifadə eləmirlər bu yerüstü keçidlərə. Məsləhətim odur ki, diqqətli olsunlar. Göz qulaqlı olsunlar. Piyadalar nə edə bilər? Piyadanın öz yolları var da, keçir də.